İran İslam Respublikasından ölkəmizə idxalı üçün müraciətlər daxil olmuş, portaxal məhsullarının bəzi partiyalarında istifadəsinə yol verilməyən, eyni zamanda insan həyat və sağlamlığı üçün təhlükəli olan Citrus Red 2, yəni Citrus qırmızısı 2 adlı rəngləyici maddə aşkar edilib. Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı açıqlama yayıb. Məhsulların ölkəyə idxalının qarşısı alınmış, eyni zamanda İran İslam Respublikasından ölkəyə idxal olunan portağal məhsulları ilə bağlı fiziki nəzarət tam əhatəli rejimə keçirilmiş, yəni bütün məhsullar laborator müayinələrə cəlb edilməklə nəzarət daha da gücləndirilmişdir. Onu xüsusi qeyd etmək lazımdır ki, cari ildə İrandan ölkəmizə portağal məhsullarının idxalı ilə bağlı 33 müxtəlif şirkətlərin müraciətləri qeydə alınmış. Bu uyğunsuzluq isə 3 şirkətə məxsus məhsullarda aşkar edilmişdir. Qırmızı narıncı rəngli bu maddə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi tərəfindən qrup 2B, yəni insanlar üçün ehtimal olunan kanserogen kimi təsnif edilib. Bu səbəbdən ölkəmizdə qanunvericiliklə bu rəngləyicinin qida əlavəsi olaraq heç bir qida məhsulunda istifadəsinə yol verilmir. Eyni zamanda Beynəlxalq Qida Standartlarını hazırlayan Codex Alimentarius Komissiyasının standartlarında və Avropa İttifaqının müvafiq reqlamentlərində bu maddənin qida məhsullarında tətbiqi qadağan olunur. Amerika Birləşmiş Ştatlarında yalnız portaxal məhsulunun üz qabığını rəngləmək məqsədi ilə bu maddənin çox xüsusi məhdudiyyətlər çərçivəsində istifadəsinə yol verilir ki, bu halda portaxallar tam yetişmiş olmalı, tətbiq edilən maddənin miqdarı məhsulun çəkisinin ən çoxu milyonda 2-si qədər olmalıdır. Eyni zamanda bu maddə tətbiq edilən portaxallar yalnız qabığı soyularaq istehlak üçün nəzərdə tutulmuş məhsullar olmalıdır. Yəni, onlar növbəti emal sənayesi üçün, məsələn, meyvə şirələrinin, marmeladların istehsalı üçün xam mal kimi nəzərdə tutulmamalıdır. Onu qeyd eləmək lazımdır ki, ABŞ-ın Qida və Dərman Federal Qida və Dərman Administrasiyası cari ildə bu maddənin ABŞ-da da tamamən qadağan edilməsi ilə bağlı proseslərə başlandığını bildirmişdir. Sonda qeyd eləmək lazımdır ki, qida əlavələri, o cümlədən təbii qida rəngləyiciləri dünyada qida sənayesində çox geniş istifadə olunan məhsullardır. Bunlar qida rəngləyiciləri müxtəlif qənnadı məhsullarında, şirinləşdirici içkilərdə və digər qida kateqoriyalarında istifadə olunur ki, bu halda yalnız bu məhsullar istifadə şərtlərinə əməl etməklə tətbiq edildikdə insan həyat və sağlamlığı üçün heç bir təhlükə törətmir. BMT-nin CEQVA, yəni Qida Əlavələri üzrə Ekspert Komitəsinin illər uzun sürən risk təhlilləri, risk qiymətləndirmələri nəticəsində hər hansı bir qida əlavəsinin, o cümlədən qida rəngləyicisinin istifadəsinə icazə verilir ki, bir çox ölkədə, o cümlədən bizim ölkəmizdə həmin bu risk qiymətləndirmə nəticələrinə əsaslanaraq ölkədə qida əlavələri ilə bağlı tənzimləmələri həyata keçirilir və qida əlavələrini ölkədə qeydiyyatda alır. Bəhs olunan bu maddə isə ölkəmizdə qida əlavəsi və ya qida rəngləndiricisi kimi qeydiyyatda deyil.